Kino çox mənə görə, məncə çox eksperimentlərə açıq bir sahədir. Siz hər cür onu çəkə bilərsiniz və heç kim iddia eləyə bilməz ki, bu kinodur ya kino deyil. Siz eksperiment eləyə bilərsiniz, siz sənədli film çəkə bilərsiniz, bədii çəkə bilərsiniz, bədii sənədli bir yerdə çəkə bilərsiniz. Və siz texnika olaraq telefon da istifadə edə bilərsiniz, fotokamera da istifadə edə bilərsiniz, ya professional kino kamera istifadə edə bilərsiniz. Bunun heç bir limiti yoxdur. Təbii ki, dediyim kimi başlayanda təbii ki, siz gələcəkdə məsələn müəyyən festivallar var ki, bunların texniki kriteriyalar var da, siz telefonla çəkilmiş filmlə ora düşə bilmərsiniz. Amma yəni əgər məsələ və sual başlamaqdandırsa, burada heç bir limit yoxdur. Məsələ həmişə təcrübə yığmaq və öz stilinizi, öz dilinizi tapmaqdır. Bunun üçün isə kifayət qədər çox çəkmək lazımdır və bu fərqi yoxdur. Bu telefonlandır, fotokamera ilədir, ya videokamera, ya da köhnə kaset videoları, bunun heç bir fərqi yoxdur. Məsələ sadəcə olaraq o gözü itiləşdirmək, montajda hekayənin necə qurulmasını anlamaqdır ki, bu da ancaq və ancaq təcrübədən gələn bir şeydir.